Bu deyirdi. Bax hemen qaynanam. Yəni sənə bu ona görə təhqir eləyirdi səni. Deyirdi sən heç kimin yoxdur. Kim baxacaq? Sənin anan kimi sən də Türkmənistana satacaqlar. Mənim bacım qızını almadı, getdi ayrısını aldı. Yola vermədilər. Yəni deyir anar niyə öz bacımın qızını almır? Bacım qızı niyə almır? Bacının qızı sənin. Mənim bacımın qızlarını... Tam dedi mənim bacım qızını niyə almadı? Nənəm də dedi o, mənim yola vermədilər. Gedəm dalımdan gələndə istədim çıxam, gedəm vermədilər. Mən kilit çəkərlə buradan söz desəm buradan. Valla yer oynaraq göyə mənim özümə ağrıma namusum. Necə villaya getmişdin ora? Villaları var. Hasıl böyleydi, mən bunu gətirəndə mən Balvana getdim, gəldim. Sən nə yüzdən bura efirə zəng gelirsən? Bir dəqiqə anacan, bir dəqiqə anacan. Nə yüzdən zəng gelirsən? Qoçölə attığınıza görə, ondan sonra öz tərəfində dədəmin qardaşlarını yığdınız, gətirdiniz, gecə döyüb də məktəblərin Balvalında yatırdığınıza görə, ona sən kiri, ondan sonra Saratovlara kirədə yaşatdığınıza görə, məhələ alıbsanız, tutat kimsən? Sən mənə nə qaribsanız? Nə? Paltarımı çölə tulladınız. Uşağımı yandırdırdınız öydəkinə. Nələr qaldınız başıma gətirməmiş. Utanmırsanız, eləmişsiniz. Ay, anana elə söz demə. Anaya elə söz demə. Allahın dağını çəkibsəniz siz ma. Anaya elə söz demə. Yoldaşım heç. Bax bu deyil. Bax bu sənəmlə Taftanov. Bu əzilmiş bir qadındır, mən də əzilmişəm. Bu heç, bunu qoyduq qırağa. Dağın dağındakı bəlkə bax düşmanın qızıdır, onu da belə eləcəydiniz siz. Deyən qoy görəyim günə. Eşidirəm ay xanım. Bəl bax, o əmilər döyməyə zara qalın, yanındakı o nənlə qan doyuran, 2 dəfə dədəsini bastı döydü. Yalandır. Məni... Atasını döydü. Yox, mən demənim Xoşqanam xanım. Səhv deyil, ay canım bax, qadanız alıb. Özünü dədəmi basıb döyəndə neçə dəfə mən özüm almışam dədəmi oğul məni. Bəli, onu deysin, onu de. Ay Allah, bu deməli həyat yoldaşını da döyürdün. Mən mi? Mən həyat yoldaşımı döyməmişəm. Düzünə düz de. Düzünə düz. Dəfələrlə düzünə düz de. Düz de. Dədəsinə kör çağırır bir oğlan. Dədəsinə lağadda sözlər deyir. O atışı kimi santa deyir. Mən bəxt dedim. Kirək gəlmə ayrı sözlər derim. Valla oradan onun sözünü dil olar qohalarsanız onun üstü diyadan. Hansı ki kəlmə sözü deyəcəksən? Nə ayıbımız var deysən? Çöl attığına deysən? Torpaq aldın verdin onu deysən? Qarşılanın pulu. Yoxsa mənim bir bəbər bax, bir qədər qartıq sən mənə vermədin, eşitdinmi? İvanov qanın yaxşısını da qadasını alayım, pisini də, suyunu da, serini də qadasını alayım. Mənə bir qartıq vermədiniz, qəndimi çayımı vermədiniz. Bir sözlə, hansını ilə İvanov qoydu? Utanın qız mazən gələdinizə görə. İvanov qoyda iləndirdin. Yoldaşıma ilək vermişlər, biri qarnında, bir də yanında. Onu giydiniz. Öyle yok. Sakladılar, artırdılar, yediler. Sattılar, yediler de koydular cebine. Koydular cebine. Yağını şorlu yediler. Yolda bunun babası vermişti. Ne? Yaxşı bu gəlinin. Manturovka ile ineği vurdular, buzo saldırdılar, mən boynumu attılar. Yine. Bəli, onu da deyin də. Ona sonra nənəm gözü görmür, onu da mən eləmişəm. Bir dənə dədəsini, mənim babamın yüzünü qırıqmırdılar, ayaqlarını belə yerə vurub da deyirdilər Allah ki, niyə öldürmür bunların əlində mən canım tutaram. Ondan danışın, ayıbınıza kör olun da onu danışın. Ay, ayrıma kör oldu əndə. Get bilirsən nə var? Bilirsən nə var? Get işindən ol ha. Sen bir dəqiqə, mənə bircə dəqiqə, ay anar, bu sənin anandır, anar. Mənim anam yoxdur, mən yetimxanada bir gəlmiş bir insanım Xoşqanam. Ayıb, bu sənin anandır, insan anasıyla belə danışmaz. Əmə büyükü günündə mənim o çağırdağıma da şükür, Allahıma min şükür oxuyuram. Bu ailəmə şahıma şükür. Başlığa getdik, qara gendirdə apardılar. Qara. Özü qırmızı gendi, yoldaşıma qara gendirdə apardı başlığa. Ay, Uğur'un anası eşitti bunu, özünü itirdi. Görürsən Uğur kimi oğlun var senin, ay Nərgiz xanım. Valla, gördün necə, özünü, ya sənə bu sözlər deyiləndə, ya Uğur'un anası özündən getdi. Anasının məşğuludur. Bu da öz anasının məşğuludur. Anaları müqayisə eləməyin bir-birinə.
Uğur o ananın məhsuludur, ona görə özünü itirir. Ana, Elə bacı, onların qalasını bütün alayım, analar bax. eyni deyil, bütün analar eyni. Bu bir ama, Bəli. anar. Amma Bax, sənin iradın var. Sən otur bir dəqiqə səhv Bax, edirsən. belə araların qalasını Otur alayım. bir dənə səhv edirsən. Bu səhv edirsən. Səhv edir ay kişi. Amma Üzr bir dənə istəyirəm, qulaq as eşidirsən mənə. məni? Ana səhv eləyib ayrı. Bir Bircə dənə uğur dəqiqə, əyləş. ay- Ana səhv eləyib ayrıdır. Sənə bir dənə bir söz deyirəm. Amma sənin davranışın biraz doğru deyil anaya Nə qarşı. deyirsən, nə Onu demirsən, düzəltmək onu lazım. yaşamsan, yaşamamsan bilmirəm. Sənin anan anadır. O səni böyüdür, sənə süd verir. Nə qədər eləyəsən, onun verdiyi südü sən ona qaytara Uğur, bilməzsən. sən bu populist çıxışları yığışdır, otur Sən mən sənə danışarım. süd verib böyüdüb. Anandır. Bu 10 milyonun qarşısında sən o söz deməli deyildin. Mənim anam bugünkü gün ona görə pis oldu. Nəysə. Xoşqədəm xanım, indi Uğuru mən ilk gündən müşahidə edirəm, Uğura çox səs verirlər. Mən insanları anlayıram. Uğurun elə bir dənə döyüşdə iştirak eləməyi haqq verir ona bizim insanlar yaxşılıq eləsin hər tərəflə. Amma Uğurla bağlı da yeri gəlmişkən Uğur, sən incimə məndən qalsın. Mən mütəxəssis kimi, psixoloq kimi səni müşahidə edirəm. Mən belə başa düşürəm bu verilişlərdə olduğum müddətdə ki, kim daha yaxşı emosiya oynaya bilir, insanlar daha çox onun tərəfinə gedir. Nəysə, bu ayrı mövzudur. Uğur, mən sən o nəyə görə deyirəm, sənə ev tikmək istəyən, bir dəqiqə bacım, qızım, sən sözünü kəsmə mənim. Yığdıqlarım var içimdə. Uğura ev tikmək istəyən öz yerlisi var, öz Naxçıvanlısı var. Özü istəyir ona ev tikdirsin, nəsə eləsin, Allah kömək olsun. Burada evsiz olan ilahədir birinci növbədə. Mən ilahənin tərəfində olacağım həmişə, axıra kimi də. Amma Marinanın da müəyyən haqları bu ayrı mövzudur. Nə demək istəyirəm, anar, sana demək istəyirəm, qardaş, sən anana qarşı, anan nə edirsən, haqsızdır bu dəqiqə anan, düzdürmü? Sənin davranışın yaxşı nümunə deyil. Sən anaya qarşı, sən bir dəqiqə, mən bilirəm, səni başa düşürəm, amma sənə keçən də fasilə dedim ki, valideyninə denən qəlbində bağışla. Denən ana, bilirsən nə var? Valideyni Aydın, qəlbində bağışla, bir dəqiqə vəssalam. müzakirə, bircə dəqiqə. Təriflə demirəm ki. Mən istəyirəm ki, atanı da biz qoşaq efirə. Çünki bəncə elə birinci ilk biz hələ bu ailəni barışdırmalıyıq. Atanın səsi Ondan batır, sonra onun bəli. haqqında nəsə düşünmək lazımdır. İlahə, mən hardasa Əli müəllimlə bəzi məqamlarda razıyam. Baxıram, bu günə qədər ən çox tamaşaçılardan yenə xahiş edirəm, daxil olurlar Səni Axtarıramın Instagram səhifəsinə yazırlar. Siz, əziz tamaşaçılar, Uğura o 40 minin verilməsini istəyirsinizsə, həm 050-501-01-47, eyni zamanda Səni Axtarıramın Instagram səhifəsində yazın. Onsuz da bu səs verməklə olacaq və siz tamaşaçılarla ona görə öz fikirlərinizi yazın. Çəkinməyin, hər gün bir nəfər burada Səni Axtarıramın Instagram səhifəsində, o cümlədən əlaqə nömrələri orada efirdə gedir, yazın. Amma Uğur heç o pula iddialı da deyil, düzdürmü? İddialı deyilsən. Üçün gəlmişəm. Birinci səfər sizə gələndə dedim ki, xoş gələm xanım, mən bura atam üçün gəlmişəm. Axır məqsədim də, Yəni belə çıxır ki, biz indi Uğura yalvarırıq ki, 40 mini götür. Belə çıxır da, bunu etirazı varsa, həm yerisi tikdirmək istəyir evini, oradan çıxartsın da şəklini, desin ki, mənim şəklimi çıxardı. Yəni, onda ilahənin şansları artar. Onda ilahənin şansı artar. Yox, ilahənin hələ siz bilməyin. Yox, niyə verilməsin ki, Uğura niyə verilməsin? Verilməsin, çünki ona ev tikilmək istəyənlər var. Ona yaxşılıq eləmək istəyənlər var. Uğurun yaşadığı evi görmüşük. Mən bir dənə bir şeyə toxunacağım, xoş gedəm xanım. Uğurun anası əsl Azərbaycan qadınıdır. O cür o onun məhsuludur. Aydındır. Bu oğlu gördüyü anaya nələrdir. O da o ananın məhsuludur. Mən şok yaşayıram. Qoy söz deyim. Allah nankör evladlardan bizi qorusun. Amin. Uğura Anar nankör evlad deyil. Anar nankör evlad deyil. İlahənin özü üçün Anar travmalı onun evlad. yanında əri var. Əvvəla mən bəyənmədim Anar. Anan nə qədər pis olsa da evinin sirrini, ananın sirrini, atanın sirrini burada gəlib bir kişi danışırsa o mənim gözümdə heç oldu. Bir dənə icazə verseniz Əmrə. Amma heç yox, mən qəbul eləmədim. Yəni anan, atan deyir Mən ki, qəbul mənim eləmədim. bu boyda evim var. Burada oturub o imkansız ailələrə getsin o. İlahə ilə anar əl-ələ verib mənim evimdə Ben yaşayır. bir dənə söz deyim. Bir dənə icazə verin. Bir dənə icazə verin. Bir dənə icazə verin. Necə? Bir ildən sonra bir bamba kartofsuz çıxmışım. Bana Nəsiz çıxmışsa, kartof bir dənə sənin yox, öldürməsin hayır, yazın. Bir dənə icazə verin. Xanım bir dənə icazə verin. Ay xanım bir dənə icazə verin. Deyir ki, insan öz həyatından şikayət eləyəndə məsləhət görürlər ki, git özündən kasıb adamın, bir də xəstə adamın həyatına bax.
və görəcəksən ki, onların arzu etdiyi həyat sən yaşadığın həyatdır. İndi fakt hal-hazırda bizim qardaşımız, ağsaqqalımız Uğursun ev məsləhət Mən onu deyirəm, var da evli. Bunların vəziyyəti nisbətən pisdir. Biraz qısa. Onlardan pisdir. Bir də ki, ana məsələsinə qalanda insan sevdiyi adamdan gözləndiyi ümidi ala bilməyəndə Bugünə düşür. ən böyük acılardan biri olur. Bu anadan onu ala bilmir, ana da bundan ala bilmir. Birinci valideyn başlayır. Gəl, Əlbəttə ki, günahkar əlbəttə. kimdir onda? Səbəbkar Günahkar- valideyndir, səbəbkar. Günahkar yox. Günahkar Səbəbkar. Sözünüzü kəsirim. Bu dəqiqə uşağıma desəm qara yara deyəcək, qara yara da sağ olsun. Belədir. Boy boy, Məhəmməd. ay maşallah, ay Məhəmməd maşallah. deyilməsən. Bu əsl tərbiyə. Hay Ağıllı sözdür, yaxşı sözdür. Niyə pis Ay söz xanım, demir bir ki? dəqiqə deyəm. Səbəbkar, Bir günahkar dəqiqə. yox. Bir Səbəbkar dəqiqə. valideyn. Ay, yığılıb sən bir bunu- yerə məsələni həll Fəth Bəy, eləməlidirlər. Ay xanım, sən bunu bir qürur hissi Bütün bu ailə ilə işləməyə hazıram mən şəxsən. desəm qara yara, o da mənə dedi. Budur tərbiyə. Niyə? O qədər Budur düzəldir, 15 tərbiyə. yaşa. Başa düşürlər, ellir. Qayğı çəkəndə deyirsən ki, mən Çəkilmir. uşağa deyəcəm qara yara, deyir o da sən mənə Hoş deyəcək ki, gələn qara xanım, yara sən qayğı olsun. çəkilmir. Mənim Budur atam tərbiyə. məni itirib axtarmır. Birinci əsrdir, siz nəyə qoyub, nə axtarsınız? Atadan Sevgi belə verməsən görüb, sevgi ailədən belə görüb, bu da belə Yaxşı, qalmış. atadan Sevgi görmürsə verməsən bu indi sevgi sevgi almayacaqsan. versin. Bu bir mənalıdır. Görmüşük ata, ana görməyənlər uşağı olanda ona daha çox sarılır. Güzəştə gedir uşağına görə, nə bilim hansısa addım atanda dayanır uşağını düşünür. Xoşdur, ana ata görməmək, bir dənə xahişim. Ana ata görməmək, zülümkar ana ata görmək, bunlar ayrı şeylərdir. Ata ana görməyən bir ümid yeri var ki, bəlkə mənim anam yaxşıdır, sevgi alanmamışam hardansa. Başa düşürsünüz? Bir də var, ata-ana zülm eləyir sənə. Amma sərhədləri bu yaşda sənə keçməməlisən də, sən də çalış bağışla. Halal olsun sənə. Bu Müəllim, dünyada mən başıma mənim dənə bir dualarım şey deyim. səninlə olsun. Allah səni həmişə Bilirsən qorusun. nə var, Allah ay həmişə müəllim, sənin Allah başına köməyiniz qorusun. olsun, mən bir Sən şey çox deyim. düzgün bir insansan. Türkiyədən belə baxırdım. Bir o Gədəbəliyi bir səni çox sevirəm. Bir də dünən bir Gədəbəyli Ramalı deyir. hə, bir onu bir də Ramallı, bunu. Gədəbəylidir. Bir də orada bir dənə dünən bir qadın oturmuşdu. Zülfiyə xanım. O orada oturmuşdu. Adını da demək istəmirəm. O masada oturmuşdu. Hə, Zülfiyə xanım, aha. O kadar çok Böyle istəyirəm. anana Bir söyləmək. kadını iki. O kadar Allah Yaxşı, sağ onları ol. korusun. Necə? Çox sağ olun, subyektiv fikrinizə görə. Kadının yüzünden öpteye. Hə, qoymuyum. Yəni deyirsən Ay, Nərgiz yox. xanıma sarılmasın, hə? O ana ata kıymat koymam değildir ya senin namuslu kadının gayretli anasına yakın geçmesin. Koymam ona yakın. İşte nə deyir? Deyir ki, Nərgiz xanıma yaxın getməsin Namus ayrı, deyir. sevgi ayrı deyil, qatışdır. Buyur mikrofon. Öyle namus oğlu olan o ananın gayretine kurban olum. Onun oğlunun özünün de. Aydın bir dəqiqə buyur. Ayıb olsun sənə ana, ayıb Burada olsun. hamıya deyirəm, hamının yanında danışdığım üçün ekspertlərdən üzr istəyirəm. Buyurun, Məndən biraz, dəyərli hündürdən burada insanlar oturub. Amma mən anara deyirəm, qızıma deyirəm, orada aşağıda da demişəm ki, qızım valideyn nə qədər pis olur olsun, valideynin günahı yoxdur. Valideyni heç kim günahlandıra bilməz. Bu bir. Amma anaya demək istəyirəm ki, ay ana, Allah hamımızdan böyükdür. Niyə bizim səhvimizi bağışlayır? Evlad səhv eləyə bilər, amma böyüklər bağışlamaq haqqıdır. Bəli. Biz hamımız bağışlamalıyıq. Ona görə ki, bizim də səhvimiz var, günahımız var. Allah bizi bağışlayır. Biz də balalarımızı bağışlamalıyıq. Onları sinəmizə çəkməliyik, Bəli, bağrımıza məncə də basmalıyıq. razıyam Nərgiz xanımla ki, baxın ay ana, bu bir səhv eləyə bilər, bu sizin övladınızdır. Bəlkə bağışlayasınız onu. Mən bir Hoş geldin hanım. Sana kurban Kısa olum. aramız var, Sana ha? kurban olum. Stüdyoda orada oturan jurnalistlerin hamısı kulak açsın. Sana kurban olum. Ömrüm kadar kalsın. Ben ulan çöllere salmamışım. Bir dəqiqə siz bircə dəqiqə qısa bir ara verək. Kanalı dəyişmək və Sən Axtaramın Instagram səhifəsində Uğura hə deyənlər lütfən yazın və 055 101 01 47 də əlaqə nömrəmizi qısa bir ara veririk. Təkrar davam edək.